Selamun aleyküm. İzləyicilərinə salam verirəm, xoş gördük deyirəm, Biz- Allah hamısını qorusun deyirəm, xoşbəxt eləsin deyirəm, yüz yaşasınlar, evlilər qoşa qarısınlar, subaylar evlənsin, Amin, amin. min ecmain deyirəm. Mənim bir dənə məxməli çay qoy müəllimə. Bu mənimdir. Gedeyim, siparişi geri qaytarım. There's your receipt. Thank you. Oo, getiriblər. Salam, hər vaxtınız xeyirli olsun dostlarım. Kanalıma xoş gəldiniz. Yeni gələn izləyicilər, siz də xoş gəldiniz. Gəlişinizlə kanalımı şərəfləndirdiniz. Çox sağ olun, var olun. Bir daha arxa cəbhəm olan dostlarıma təşəkkür eləmək istəyirəm. Var olun dostlarım. Təşəkkür edirəm kanalımı paylaşdığınız ailənizdən, dostlarınızdan, şagirdlərinizdən kanalımı paylaşdığınıza görə çox sağ olun. Təşəkkür edirəm. Demək dostlar, sizə burada kitabxananı təqdim edirəm. Labirint kimidir, böyük kitabxanadır. Burada çox sakitçilikdir. Kimi gəlib dərs oxuyur, kimi gəlib burada kompüterdə məşğul olur, kimi kitab oxuyur. Hətta burada qapalı otaq da var. Orada da gəlib insanlar çalışa bilir. Sadəcə mən gedən günü qapalı idi, aça bilmədim. Bu şəkildə. İndi isə vlogun davamını izləyək. Selamun aleyküm. Necəsən? Şükür, yaşayam. Yaşayam. Necə rəsmi. Rəsmiyəm da. İzləyicilərinə salam, izləyicilərimizə. İzləyicilərə salam olsun. Daha belə daha şən, daha sevincli İzləyicilərə salam olsun. olmadı. Xoşuma gəlmədi. Daha pozitiv. İzləyicilərə salam olsun. Tamam. Yemək yeməmişəm bugün, ona görədir. Hə, Gəldim qapının ağzına, gördüm departament hədiyyə qoyur. Handle deyirlər buna. dəstək, əl dəstək. Dəstəyindən asılıblar. Maraq. Ona hər kəsi qoyurlar yəqin ki. Şamil Qudavası MIT. MIT bizim departamentin adıdır. Manufacturing and Engineering Technology. Yəni istehsalat və mühəndislik texnologiyaları departamenti. Nə hədiyyə verir? Tech Universitetinin bloknotu. Belə şey çox istifadə edirəm. İzləyicilərim də toxlasın. Qəşəng də, bax. Qəşəngdir. Rəngi də qəşəngdir. Mənim rəngimdir. Bu mənimdir. O mənimdir ya. Başqa nə var? Testing and Learning Center. Bu nə ilə bağlı hədiyyədir ki? Bilmirəm. Angelo. Bu nədir? Ha, bu kitabxana. Yaxınlaşdıq və Bu da benimdir. Benim rengim olduğu için bunlar hamısı benimdir. Made in China. Yani Amerika'da Made in China. Yani her yerde bu Made in China. Güzel. İyi. şeyin kitapxananın adı yazılı var üstünde. Ha, meraklı. Volta. Elə mən də kitabxanadan gəldim. O kitabxanada kompüterdə mənim e-mailim qalmışdı. Nə zaman da ürəyimdə qalıbdı. Onu sign out eləməmişdim. Onu elədim, çıxdım oradan. Yəni bir də başqası falan girər deyə. Dostlar, bu gün ayın 17-sidir, elə 17-sidir, hə. Bu gün ayın 17-sidir. Yenə də dedim son belə vicdanımı rahatlatmaq üçün bir iki yerə də dəymişəm. Ondan sonra e-mail yazmışam yenə. Dedim ki, yəni sona qədər gedim də, yəni olmasa sonra təəssüflənməyim ki, ay belə şansım var idi. İşlə bağlıdır. izləyicilərim Hə, düz deyirsən, hə, düz deyirsən. Baxın, gülmə. saralı. Saralı baxın. Sarı. Amma bura çox qəşəngdir, baxın. Amma onun yarpaqları saralıb, ona su lazımdır. Su lazımdır. Hə. Bu da böyüyüb bayağı bir. Xanım olsaydı gəlib. Ondan sonra buna da su qupquru olub, şan mənim, bax. Çəkəcəkdi. Mən hər dəfə gələ bilmirəm. Hə. Dostlar, burada Asiya marketidir. Asiya ölkələrinə aid olan bir şeylər satılır. Mənim məqsədim gedib oranın mətbəxinə aid olan şeyləri almaq deyildi təbii ki. Mən karoluk üçün getdim, yəni xurma üçün getdim. Bəzi yerlərdə xurma deyirlər, bəzi yerlərdə karoluk deyirlər. Xurma biraz yumşağıdır, karoluk isə bərkidir. Elə burada da bərkini satırlar. Mən də onu xoşlayıram əsasən. Sam's Club'da da tapa bilərik. Yəni Amerikada olanlar xəbəriniz olsun. Sam's Club'da da dolu gözəl xurmalar tapa bilərsiniz. Bu gün hətta getdim, aldım. Videonu da sonunda görə bilərsiniz. Dostlar, mən xurma görəndə özümü saxlaya bilmirəm. Çox sevirəm. Ən çox sevdiyim meyvə deyə bilərəm. Və burada çox şükür ki, tapa bilirəm burada da. Yəni buradan özünüz görəcəksiniz nəyi aldım. Biraz fərqli meyvələr yoxlamaq istədim oradan. 3 dənə fərqli meyvə də almışdım. Sonra videosunu çəkdik. Şamil müəllimlə bir yerdə videosunu çəkdik, amma bəyənmədim. Onu yəni paylaşmaq istəmədim. Yəni niyə bəyənmədim? Biz videonu gecikdirdik. Mən video üçün Şamil müəllimi gözlədim. İşi qutarsın, biraz rahat olsun, o vaxtı çəkək deyə.
Onlar da yəni torbanın içində biraz qalmışdı. Ona görə mənə qoxu kimi gəldi. Bilmirəm, öz qoxusu muydu, yoxsa həqiqətən də torbanın içində qalmışdı deyə o şəkildə qoxu gəlirdi. Ona görə dedim bu qalsın. Yəni həqiqətən də nə zamansa normal meyvə alanda, normal meyvələr alanda o şəkildə yoxlayarıq. Həm də daha çox meyvə olanda yoxlamaq istəyirəm. Yəni sadəcə 3 dənə meyvə yox, çox meyvə olanda yoxlamaq istəyirəm. Orada dragon meyvəsi var, fərqli meyvələr var. Ya mən özüm çəkərəm, ya da Şahin müəllimlə bir gün çəkərəm. Bu şəkildə. Amma dadına baxmaq üçün aldım dostlar. Yəni dadını deyim sizə. İndi videoda bir gün çəkmək istəyirəm, amma yenə də indi də deyirəm. Yəni bizim ağız dadımıza uyğun meyvə deyil, belə deyim. Bilməm, bəlkə sevənləriniz var. Ya da ola bilsin ki, mən torbanın içində saxladığıma görə dadı dəyişmiş ola bilər. Amma belə deyim ki, yəni əgər həqiqətən də gerçək dadı elədirsə, bizim ağız dadımıza çox da uyğun meyvə deyil. Amma armud yaxşı idi. Armud xoşuma gəldi. Normal Azərbaycan armudlarına bənzəməsə də tam 100%, amma anımsadırdı. Belə bərk armudlar olur ha. Onları xatırladır. O yaxşı idi. Burada mən meyvələri müqayisə eləyirəm, amma sadəcə qeyd eləyirəm ki, bu bizim ağız dadımıza uyğun olmayan meyvədir. Yəni bizim ölkəmizdə yetişmədiyinə görə bizə fərqli gələ bilər, amma Rabbimin yaratdığı hər şey gözəldir. Bütün meyvələr, yəni yaradılışı gözəldir. Ona görə biz ona pisdir deyə bilmərik, ay dadı pisdir deyə bilmərik. Sadəcə müqayisə üçün mən demək istədim. Ümumiyyətlə mənə xoş gələn bir hallar deyil ki, bəzən belə meyvələri yeyib də belə video çəkəndə eləyib o şəkildə bilməm, o şəkildə reaksiyalar vermək də heç bir xoş bir şey deyil. Yəni unutmamalıyıq ki, hər bir şeyin yaradılışında bir hikmət var. Demək ki, bu meyvələr Asiya ölkələri üçün, Asiya xalqları üçün yaradılmış bir meyvələrdir və onların da ağız dadına uyğun meyvələrdir. Ona görə biz onlara pis deyə bilmərik. Bəlkə biz Asiyada yaşayanda, bir müddət yaşayandan sonra bizə də çox dadlı gələcək. Mənim düşüncəm bu yöndədir. Siz nə fikirləşirsiniz? Rəylərdə yaza bilərsiniz. Yeni gündən herkese salam olsun. Gözəlliyi görüb paylaşmamaq olmazdı. Baxın havanın gözəlliyinə. Elə bilirsən yaz havasıdır. İndi mən hara gedirəm dostlar? Poçta gedirəm. Belə ətək sifariş vermişdim, amma yanlış ətək göndərdilər. Onu poçta qaytarmağa gedirəm. Əvvəl də qeyd eləmişdim. Burada nəyisə sifariş eləyəndə ya yanlış gəlirsə, ya bəyənmədinsə, onu qaytarmaq çox rahatdır. Poçta yaxud da ki başqa bir mağazalara gedib verə bilirsən. Sifariş elədiyin yerlər sənə QR kod göndərirlər. Sən də o QR kodu poçta yaxud da ki mağazalara göstərirsən. Sonra da sənin pulunu qaytarırlar. Düz ödənişin qaytarmağı biraz vaxt alır, amma qaytarırlar. İndi isə gedim poçta. Poçt demişkən, bu da poçtalyonlardır. Burada baxın, bizim hər evin qabağında, hər evə məxsus poçt kutuları olur. Kiçik şeylər olanda bu poçt kutuların içinə yerləşdirirlər. Sifarişlərini, kiçik sifarişlər olanda bu poçt kutuların içinə yerləşdirirlər. Böyük sifarişlər olanda isə evin qapısı, yəni ev qapısının önünə buraxıb gedirlər. Çox rahatdır sistem. Poçta çatdım dostlar. Burada o qədər yaxındır ki məsafələr, yəni şəhər balaca olduğu üçün getmək istədiyin yerə 5-6 dəqiqəyə çatırsan. Düzdür, biraz uzaq yerlərdə 10 dəqiqə falan sülə bilir. 13 dəqiqə çox uzaq olan yerlərdə, amma çox da tıxac olmadığı üçün, şəhər balaca belə yığcam olduğu üçün hər yerə çox rahatlıqla çata bilirsən belə. Neyse gedeyim, sifarişi geri qaytarım. So right down there, there's your receipt. Thank you. Thank you so much. Have a good day. Have a good day. Böyle. Küləyə baxın. Yaman külək var. Sizə hər dəfə belə oyunları paylaşıram, amma hər dəfə fərqli oyunları paylaşmaq istəyirəm ki, sıxılmayasınız. Burada gördüyünüz kimi belə futbol oynayırlar, amma zalın içində olan futbol. Sonra burada hovuz var. Hovuzda, yəni hovuz da açıqdır, hər kəsə açıqdır.
Burada yürüyüş eləyirdim. Dedim ki, hovuzu da sizə göstərim. Göstərməmişdim desəm. Belə yürüyüş eləyərkən də fərqli şeyləri sizə göstərmək istəyirəm. Burada da heç oyunun adını bilmirəm heç. Bu nə oyunudur? Belə dedim sizinlə paylaşım. Məncə Azərbaycanda bu oyun yoxdur. Amerikadakılar yəqin ki bilər. Bu nə oyunudur? Əslində təhlükəli görsənir. Belə oxlar atırlar. Qabaqlarında qalalar kimi bir şey qoyublar. Bu şəkildə bu da maraqlı oyun idi. Dedim sizinlə də paylaşım. Sifarişim vardı mənim. Görək açaq qutunu. Sifarişimi gətiriblərmi? Oo, gətiriblər. Sizə poştalyonu da göstərim uzaqdan. Hoodie sipariş vermiştim. O gəlibdi. 2 dənə şey də yoldadır. Daha doğrusu çatmıyırdı. Birisini səhv göndərmişlər. Onu geri yolladım. Tezdən göndərirlər. Başqasını sipariş elədim. Bir dənə də mikrofonu sipariş vermişəm. Onlar hələ çatmanı çox var. Təbii ki, çəhrayı mənim sevdiyim rənglərdir. Özü gözəl çəhrayıdandır. Belə bir. Belə bir hoodie sipariş vermişəm. Rəngi çox gözəldir rəngi. Baxın. M razmeridir. Aldım, otaq qoxularını aldım və baxın gözəlliyə. Burada çubuqları var. Mən əslində hamam üçün almışam. Bilməm, bəlkə burada otaqda da saxlaya bilərəm. Lavanda qoxusu deyə almışam, amma çox növləri var idi. Qiyməti belədir, 7.99. Heç istifadə eləməmişəm sözün açığı. Necə eləyəcəmi də bilmirəm. Açıq acaba belə mi qoysun? Hə, tamam, bunu çıxarsan. Aha, okey. Sonra qoxusu, tam qoxusunu ayırt edə bilmədim. Tam lavanda qoxusu da deyil, amma neçəsini qoymaq lazımdır. Maraqlıdır. Neçə çubuq qoymaq lazımdır? Görəsən. Heç bir məlumatım yox. Burada isə pişiklərin baxımını eləyirəm dostlar. Bilməm, bəlkə video sizə xoş gəlməyə bilər, amma istəyirəm ki, pişik saxlamaq istəyənlər, pişik saxlamaq niyyətində olanlar üçün belə bir motivasyon bir videosu olsun. Dostlar, pişik saxlamaq çətin bir şey deyil. Yəni evdə uşaqlarınızın inkişafında da rol oynayır. Onların ümumiyyətlə sizin evinizdə stresin azalmasına səbəb olur. Enerji mənbəyidirlər. Baxımı da çox rahatdır dostlar. Biz yəni belə deyim ki, çox da pul xərcləmirik, aylıq çox xərcləri olmur. O qum var, Azərbaycanda varmı bilmirəm. Mən axırda videonun sonunda sizə göstərəcəm hansı markadır. Çox yaxşı qumdur. Əvvəl biz başqa qumlardan istifadə edirdik, amma o qumlar belə qoxusu olurdu, belə pis qumu, belə deyim də çiklənmiş qumu aşağıya çökürdü və istər-istəməz qumda qoxu olurdu. Amma bu qumu alandan sonra artıq neçəncisini alırıq. Çox yaxşıdır, belə qoxu falan olmur. Sam's-Club'dan almışıq və yemək olaraq da mən sizə biraz öncə göstərdim. Balıqlısını istifadə edirik. Gördüyünüz kimi Luna belə bəhbəhlə yeyir. İndi isə sizi Luna ilə baş-başa buraxaq ki, ASMR olsun. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And
am, what a hell of a view. I feel good, you look great, I like you, I can't wait. A first time, a first date, you're so fine, I'm so late. You sip wine, I drink straight, don't waste time to my place. I feel my heart erase, so catch me if I fall. Praying that this night's gonna last. You got it all on tap, I'm loving your vibe, always have your back. We like all the same tracks, listen all night in the sheets all black. Said I'm falling fast, don't remember life before you, that's fact. Salona sen mətbəxə zengləşərik. Sen çekirim. Hal-hazırda sen çekirim. Salam ver, izleyicilerime salam ver. İzləyicilərinə salam verirəm, xoş gördük deyirəm, Biz- Allah hamısını qorusun deyirəm, xoşbəxt eləsin deyirəm, yüz yaşasınlar, evlilər qoşa qarısınlar, subaylar evlənsinlər, Amin, amin. əmin əcmain deyirəm. Mənim bir dənə məxməli çay qoy müəllimə, Qoy. susamışam, acmışam. Koyuram. Dostlar, buranın da tostu anladım. Burada bitti. İndi ise yemek pişireceğim. Püre pişireceğim bugün. Tostu anlayan yeri de çekmiştim ama sende mi telefonum sönüpmüş. Hele o şekilde kaldı. Bir yok, canımız sağ olsun. Böyle oldu. Şam benim de gelir indi. Never really know what's going on. Look at me sometimes like all you want to do
Görürsünüz, biraz yaxınlaşıram. Aa, Ceyran. Aa, Ceyran, hoş geldin. Ne bakın. Sizi yerim ben ya. Seni yerim. Bakın dostlar, buralara gelmiştik. Evlerin güzelliği dedim. Çekin sizin için. Bura Kokvil'in fərqli yeridir. Hələ yolda mən eşekləri görmüşəm. İndi onlar qalıbsa çəkmək istəyirəm. Dostlar bakın, eşekler. Selamun aleyküm. Pis, pis, pis. Ha, sen git, sen git. Necəsiz? Bay bay. Görürsünüz de burada kənd həyatı, eşekler, odun. Amanın güzelliği. Süper. Bizim ailede ümumiyyətlə xəngəldir, qutabdır, xəmir şeyləri çox yeyilir, çox xoşlanılır. Şam müəllim də nə zamandan xəngəl deyirdi, gah qutab deyir, gah xəngəl deyir. Yəni hər dəfə belə sifarişləri olur. Dedim, bugün də xəngəl bişireyim, yəni həmən gün. Ət xəngəli daha çox sevir. Biz şor xəngəli belə çox da sevmirik. Ona görə mən əsasən bişirəndə ət xəngəli bişirirəm. Biz girs deyirik dostlar, Zaqatalada, Suvagildə biz girs deyirik. Bilməm, sizin zonada varmı? Xəngəl hər yerdə olmur, mən bilən, hər zonada olmur. Və bizim zonamızda, belə deyim də, məşhur yeməklərdəndir. Biz bunu həm qaynadılmışını sevirik, yəni suyun içində qaynadılmışını sevirik. Həm də ki, belə qızardanda sevirik. Mən ikisini də eləmişdim. Növbəti günü, səhərki günə qalanda çox gözəl olur. Yəni qızardırsan, səhər yeməyini onu yeyirsən və mənim çox xoşuma gəlir. İki halda da gözəldir, dadı yaxşı olur. Bir tərəfdən xəmir xörək yeyirəm, bir tərəfdən idman eləyirəm. Mən diyetdə deyiləm dostlar, amma idmanımı şükür, çox şükür aksatmıram. Hər gün demək olar ki, idman eləyirəm. Amma xəmir xörəklərindən, şirniyyatlardan vazgeçə bilmirəm. Daha doğrusu özüm hələ ki, belə deyim də, stop qoymuram. Normalda özüm stop qoyanda diyet saxlaya bilirəm. Amma hələ ki, bu şəkildə davam eləyirəm. İdmanımı eləyirəm, amma diyet eləmirəm. Belə. Burada isə videomu sonlandırmaq istəyirəm. Məni axıra kimi izlədiyinizə görə təşəkkür edirəm. 2x-da yox, 1,5x-da yox, 1x-da izləyən dostlarıma isə çox təşəkkür edirəm. Var olun, özünüzə yaxşı baxın, Allaha əmanət olun. Hələlik.